Gün olacaq ki, Novruz bayramını bir dəfə mən gələcəm, Şuşada keçirdəcəyik. Ki, o birisi gələcəm Laçında, o birisi Kəlbəcərdə, o birisi Ağdamda, o birisi Füzulidə, o birisi Cəbrayılda, Lənkəranda, Qubadlıda. Və bugün Novruz bayramını Cidir düzündə qeyd edərkən qürur hissi ilə deyirəm. Şuşa sən azadsan. Şuşa Azərbaycandır. Qarabağ Azərbaycan. Vur gəlsin. Bizdə birinci qorqa qoyulurdu. Ondan sonra şəkərbura, paxlava, Noruza nə aid idisə, Novruz bayramına aid olanların hamısından pişirilirdi. Qarabağ aşları pişirilirdi, şüyüdlü plov pişirilirdi adətən, döşəməli plov pişirilirdi. Mən çox şadam ki, kollektivlə bir yerdə yığışmışıq bizə, bayram keçiririk və çox gözəl bayram keçir. Həmişə valideynlərimdən eşitirdim ki, Şuşada necə bayram keçirilir və mənim üçün çox maraqlı idi. Ən əsası maraqlı idi Şuşanı görmək. Şuşanı çox şükürlər olsun ki, gördük. Hamınızı təbrik eləyirəm. Mehriban oturub, danışıb, deyib, köhnə xatirələri yada salırıq, köhnə adət-ənənələri yada salırıq. Bütün Azərbaycan xalqının Novruz bayramını təbrik eləyirik.